16-sı may 2026-cı il. Mən demişdim, Azərbaycanın nə qədər qeyrətli kişiləri var, qeyrətli olanları var. Biz imkan verməyəcək şəhidlərimizi unutsunlar, yaşadacağıq. Ordubadın Dəstə kəndindən Nazir Ağsaqqal dəyərli dayımız, onun təşəbbüsü ilə 4 dənə şəhidimizin şəkli çıxdı. Nehrəm qəsəbəsində şəhidlərin adına tikilən ev müzeyinə vurulacaq. Sağ olsun Nazim dayımız, var olsun ki, Dəstə kəndində də şəhidlər parkı yaradıblar. Orada köməyi keçir, əlin zəhməti var. Yəni, hansı bir əskər xidmətə gedəndə Dəstə kəndindən gəlirlər, şəhidlər parkından yola salırlar, gələndə də orada qəbul edirlər. Yəni, bu cür Azərbaycanın qeyrətli kişiləri var, qeyrətli olanları var. O dəyərli Ağsaqqalın sayəsində də 4 dənə şəhidimizin şəkli çıxdı. Göstərin, bir-bir baxın. Yəni, bunlar vurulacaq şəhid qardaşların yanına. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin, məqamları uc eləsin, amin inşallah. Göstərin, baxın, 4-ündə. Bəli, şəhid valideynləri ancaq bunlarla təsəlli tapır, şəkillərlə, yəni videolarla. İndi vururam şəhid qardaşların yanına, inşallah paylaşım eləyəm. Allah Nazim dayı qazancımı bol eləsin, malıma mülkümə bərəkət versin, Allah ölənlərimə rəhmət eləsin. Bəli, şəkillər də vuruldu şəhid qardaşların yanına. Allah yerlərini cənnət eləsin, məqamlarını uc eləsin. Allah mənim qüdrətli ordumu qorusun. Allah mənim səhrətdə durub, səhrətimi qoruyan səhrəklərimi qorusun. Amin inşallah. Burası da Naxçıvan şəhəri Babəşiriyonun Nehrəm qəsəbəsində şəhidlərin adına tikilən bir ev müzeyidir. Göstərəcəm, baxın. İnşallah paylaşım eləyərik, şəhid ailələrində qarşısına çıxar. Ki, bizim kimi Azərbaycanın qeyrətli olanlar nə qədər yaşayırsa, bu şəhidləri biz yaşadacağıq.